Azərbaycan ərazisində ilk mərkəzləşdirilmiş dövlətin hansı olduğunu bilirsinizmi? Bəs bu dövlətin adına Allahın müqəddəs kitablarından birində rast gəlindiyindən necə? Xəbəriniz var idimi? Bütün bunları və daha çoxunu bilmək istəyirsinizsə, diqqətiniz bizdə olsun. Araşdırmaya başlamazdan əvvəl videonu bəyənib kanalıma abunə olsaz, sizə minnətdar olaram. İndi isə qaldığımız yerdən davam edirik. Tarixi Azərbaycan torpaqlarında ilk dövlətlərin yaranması təxminən 5000 il əvvələ təsadüf edir. Eramızdan əvvəl 3-cü minillikdə Lulubi, Kuti, Turuki dövlətləri Azərbaycanın cənubunda, yəni indiki Urmiya gölünün ətrafında hökmranlıq etsə də, tam mərkəzləşdirilmiş təsisat qura bilməmişdilər. Bu dövrdə Azərbaycan torpaqlarında qurulmuş dövlətlərdən biri də Arat idi. Lakin bu dövlətlər daha çox tayfa ittifaqını xatırladırdı. Bundan əlavə mərkəzləşmə zəif getdiyindən Lulubi, Kuti, Turuki və Aratta kimi dövlətlərimiz daha böyük dövlətlərin hücumlarına məruz qalırdı. Bu da sözgedən tayfaların bir ittifaqda birləşib vahid dövlət olma zərurətini yaradırdı. Bu tarixi missiyanı Manna dövləti öz üzərinə götürdü. Belə ki, eramızdan əvvəl 1-ci minilliyin əvvəlində Urmiya gölünün ətrafında yaranan Manna dövləti Azərbaycanın cənub torpaqlarını və burada pərakəndə halda yaşayan Lulubi, Kuti, Turuki və digər tayfaları bir mərkəzdə birləşdirdi. Mənbələrdə Manna dövlətinin adına ilk dəfə eramızdan əvvəl 843-cü ildə Asur mixi yazılarında rast gəlinir. Bu kitabələrdə dövlətin adına Munna formasında təsadüf olunur. Yəhudilik dininin müqəddəs kitabı hesab olunan Tövratda isə bu dövlətin adı Minni formasında göstərilir. Mannalılar qədim Lulubi, Kuti və Turuki tayfalarının davamçıları idilər. Qədim Manna dövləti tarixi Azərbaycan torpaqlarının cənubunda, Urmiya gölünün ətrafında yaranmışdı. Dövlətin qərb sərhədləri Van gölünə qədər uzanırdı. Müasir dövrlə müqayisə etdikdə Manna dövlətinin Arazdan cənubda, yəni indiki Güney Azərbaycan ərazisində mövcud olduğunu görmüş olarıq. Dövlətin paytaxtı və ən böyük şəhəri İzirtu idi. Bu şəhər Manna hökmdarı İranzunun hakimiyyəti illərində daha da böyüyüb inkişaf edirdi. İranzudan söz düşmüşkən, bu hökmdarın hakimiyyəti illərində Manna dövləti özünün yüksəliş dövrünü yaşayırdı. Manna əhalisi maldarlıq, ticarət və əkinlə məşğul olurdu. Şəhərlərdə sənətkarlıq yüksək səviyyədə inkişaf etmişdi. Ticarət yollarının üzərində yerləşdiyindən Manna strateji əhəmiyyətə malik bir ölkə hesab olunurdu. Eramızdan əvvəl 740-719-cu illər aralığında hakimiyyətdə olmuş Manna hökmdarı İranzu diplomatik gedişləri ilə dövlətin dayaqlarını xeyli möhkəmləndirmişdi. Dövlətin yüksəlişində eramızdan əvvəl 743-cü ildə Asurların Mannanın əsas düşməni olan Urartu dövlətinə ağır zərbə endirməsinin də az rolu olmamışdı. Asur hökmdarı 2-ci Sarqonun Urartunu məğlub etməsi Mannanı bir müddətlik talanlardan xilas etdi. Ona görə də Manna dövləti Urartuya hücumlarda Asur dövləti ilə müttəfiqlik edirdi. Uzaqgörən bir hökmdar kimi tanınan İranzu bu yolla Urartunun bir vaxtlar işğal etdiyi Manna torpaqlarını da geri ala bilmişdi. Eramızdan əvvəl 719-cu ildə Mannanın bir sıra vilayətlərində İranzuya qarşı üsyanlar başladı. Çox keçmədi ki, Mannalılar Asurların köməyi ilə bu üsyanları yatırdı. Mannaya yüksəliş dövrünü yaşadan İranzu həmin il vəfat etdi. Hakimiyyətə onun böyük oğlu Aza gəldi. Urartu dövləti bu qarışıqlıqdan istifadə edərək bir sıra vilayətlərin hakimlərini Azaya qarşı üsyana təşviq etdi. Üsyankar kütlə hakimiyyətinin 2-ci ilində Azanı devirib onun qardaşı Ulussununu hakimiyyətə gətirdi. Eramızdan əvvəl 716-680-ci illərdə hakimiyyətdə olan Ulussunu qardaşını devirməkdə ona yardım edən Urartu dövləti ilə ittifaqa girdi. Bu ittifaqın rəmzi olaraq Ulussunu Manna dövlətinə məxsus 22 qalanın açarlarını Urartu dövlətinə bağışladı. Manna kimi müttəfiqin və Urartuya qarşı mühüm strateji əhəmiyyətə malik qalaların itirilməsi ilə barışmayan Asuriya hökmdarı 2-ci Sarqon eramızdan əvvəl 715-ci ildə Mannaya yürüş təşkil etdi. Bununla da Manna dövlətinə sızmış Urartu-pərəst qüvvələr darmadağın edildi. Urartu dövlətinə bağışlanmış 22 qala yenidən Mannanın hakimiyyəti altına keçdi.
Manna hökmdarı Ulussunu isə ikinci Sarqondan bağışlanmasını xahiş etdi. İkinci Sarqon Ulussununu bağışladı. Bununla da Ulussunu Asuriya vassallığını qəbul etməli oldu və üzərinə vergi ödəmək öhdəliyi götürdü. Bu dövrlərdə Manna Asuriya imperiyasından asılı vəziyyətdə olan yarım-müstəqil bir dövlətə çevrilmişdi. Manna eramızdan əvvəl 714-cü ildə Urartuya qarşı aparılan müharibə ilə əlaqədar Asuriyaya vergi, silah-sursat və qida məhsulları versə də, sonrakı dövrlərdə belə məlumatlara rast gəlmirik. Eramızdan əvvəl 713-cü ilə aid mənbədə isə Ulussununun ikinci Sarqonu vergi məbləği ilə deyil, hədiyyələrlə qarşılaması öz əksini tapıb. İkinci Sarqon da Manna hökmdarına öz yaxın müttəfiqi kimi kətan və yundan toxunmuş rəngli geyimlər, xəncər və üzüklər bağışlamaqla onu yüksək dəyərləndirmişdi. İkinci Sarqon Mannadan ayrılan kimi Ulussunu Asuriyanın siyasi üstünlüyünü tanımaqdan imtina etdi. Hətta bununla da kifayətlənməyib, Asur torpaqlarına yürüşlərə də başladı. Bəzi Asur mənbələrində eramızdan əvvəl 8-ci əsrin sonu, 7-ci əsrin əvvəllərində Mannanın Asuriyaya boyun əyməməsi ilə bağlı xeyli məlumatlar var. Bu dövrlərdə Manna dövləti Asur torpaqlarına yürüşlər təşkil edib onun bir sıra qalalarını ələ keçirmişdi. Həmin ərəfələrdə Manna tam müstəqil bir dövlət idi. Eramızdan əvvəl 675-650-ci illər aralığında Mannanın hökmdarı Ahşeri olub. Ahşeri hakimiyyətinin elə ilk illərində Asurlara qarşı mübarizəyə başlayıb. O, eramızdan əvvəl 675-ci ildə Manna dövlətinin yaxınlığında məskən salmış türk dilli Kimer, Skif və Sak tayfaları ilə ittifaqa girərək Asur imperiyasının üzərinə yürüş təşkil etdi. Eramızdan əvvəl 7-ci əsrin ortalarında Skif padşahlığı güclənərək bölgədə söz sahibi olmağa başladı. Xüsusən də hökmdar Tuqdammenin hakimiyyəti illərində Skif padşahlığı Qafqaz və Ön Asiyada əksər dövlətləri özündən asılı vəziyyətə salmışdı. Skif padşahlığının bu dövrdə Manna dövlətini də özündən asılı vəziyyətə salması ilə bağlı mənbələrdə xeyli məlumatlar var. Hətta türk dilli Skiflər Mannanın qonşusu olan Midiya imperiyasını da 28 il əsarətdə saxlayıblar. Bu dövrdə Manna hökmdarı olan Ahşeri Skiflərlə ayaqlaşmaqla bərabər onlarla münasibətləri korlamaq istəmirdi. Lakin Asurlar durmadan Manna dövləti ilə Skiflərin arasını vurmağa çalışırdı. Manna hökmdarının Asur dövlətinə ödədiyi vergiləri dayandırması Asuriya hökmdarı Aşurbanipalı qəzəbləndirdi. Ahşerinin bu hərəkəti yeni Manna-Asur müharibəsinin başlamasına səbəb oldu. Eramızdan əvvəl 660-659-cu illər aralığında Asurlarla Mannalılar arasında baş verən növbəti savaşda Ahşeri məğlub oldu. Məğlubiyyətdən sonra ölkədə daxili çəkişmələr başladı. Bu da Ahşerinin sonunu gətirdi. Eramızdan əvvəl 650-ci ildə Ahşeri üsyankar qüvvələr tərəfindən öldürüldü. Hakimiyyətə isə onun oğlu Uali gətirildi. 20 il hakimiyyətdə olan Uali Asurlarla ittifaqı bərpa etmək məcburiyyətində qaldı. Hətta Uali Aşurbanipalın Babilistana hücumlarında öz ordusu ilə Asur imperiyasına yardım etmişdi. Bölgədə isə daha böyük bir təhlükə var idi. Bu da getdikcə güclənən Midiya dövləti idi. Əvvəl Skif padşahlığını tarix səhifəsindən silən Midiya dövləti, daha sonra eramızdan əvvəl 609-cu ildə Asuriya dövlətini süquta uğratdı. Müttəfiqlərini bir-bir itirən Manna dövləti isə eramızdan əvvəl 590-cı ildə Midiyanın aramsız yürüşlərinə məruz qaldı və həmin il dövlət süquta uğradı. 500 ilə yaxın mövcud olan Manna dövləti süquta uğrasa da, Azərbaycan xalqı üçün zəngin dövlətçilik ənənəsi miras qoydu. Sonrakı dövrlərdə Azərbaycanın cənubunda yaranan Atropatena, şimalında yaranan Albaniya dövlətləri məhz Manna dövlətinin varisləri oldular. Ümid edirəm Azərbaycanın ilk mərkəzləşdirilmiş dövləti olan Manna haqqında hazırladığım bu video araşdırma xoşunuza gəldi. Əgər belə araşdırmaları davamlı şəkildə hazırlamağımı istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.